Xalq artisti Mələk xanım Eyyubova sosial şəbəkədə səhhətində yaranan problemin səbəbini açıqlayıb. Axşamaz xəbər verir ki, sənətçi ürəkbulanma səbəbi ilə ötən gün canlı yayımlanan muğam müsabiqəsini yarımçıq tərk etmək məcburiyyətində qaldığını bildirib. Bu günlərdə çox gərgin iş rejimində çalışdığım üçün soyuqlamışdım və bu mənim mədəmə təsir etmişdi. Dünən düşündüm ki, yaxşı olaram. Məsuliyyətimdən dolayı dünənki buraxılışı Xəzər rayonunda keçirilən muğam müsabiqəsinə qatıldım. Lakin yarışma başlayandan 15-20 dəqiqə sonra ürəkbulanma mənə orada sona qədər əyləşməyimə imkan vermədi. Buna görə də zalı tərk etmək məcburiyyətində qaldım. Tez zamanda Xəzər rayonunun təcili yardımı gəldi və 3 saat ərzində mənə öz yardımlarını yüksək səviyyədə göstərdilər. Xəzər rayonunun icra başçısı Elşən müəllim və onun komandasına, təcili yardım əməkdaşlarına mənə göstərdikləri diqqət və qayğıya görə öz təşəkkürümü bildirirəm. Mənim üçün narahat olan, maraqlanan hər kəsə öz təşəkkürümü bildirirəm. Qeyd edək ki, sənətçi muğam müsabiqəsinin münsifidi.